Salam deyirəm Azərbaycan xalqını, mən Lənkəran sakini Rəşad Əliyev. Azərbaycanımızın döyünən ürəyi, bir nömrəli nəhəng lider İlham Əliyev cənabları, bütün dünyada partlayış yaradan nəhəng liderimiz, eşq olsun cənab prezidentimizə ki, bu cürə bütün dünyaya səs soraq saldı, bütün dünyanı çəngidən aldı cənab prezidentimiz, bəli, bütün dünyaya partlayış yap, bütün dünyanın prezidentlerini şoka saldı cənab prezidentimiz. Eşq olsun cənab prezidentimizə ki, bu cürə Azərbaycan xalqını işıqlı yola aparır. Bu cürə Azərbaycanı bütün dünyaya tanıttı cənab prezidentimiz. Sağ olsun, var olsun. Öz bir nömrəli siyasəti ilə cənab prezidentimiz 44 günə müharibəsini bitirdi cənab prezidentimiz ordusuyla. Bütün dünyanın prezidentlerini şoka saldı. Bak cənab nəhəng lider belə olar, bir numara prezidentdir. Bütün dünyada sözün demiş prezidentimizdir bizim cənab prezidentimiz. Eşq olsun cənab prezidentimizə ki, biz cənab prezidentimizlə qürur duyuruq. Fəxrimizdir, şanımızdır, şöhrətimizdir. Azərbaycanımızın döyünən ürəyidir. Azərbaycanımızın damarımızdan axan qanımızdır, canımızdır cənab prezidentimiz. Son nəfəsimizə qədər cənab prezidentin yanındayıq biz. Öldü var, döndü, yoxdur bu yoldan. Əziz xalqım, mən Lənkəran sakini Rəşad Əliyev. Bütün dünyada mənim videolarım partlayış yarattı. Bütün dünya mənim videolarımdan danışır. Çünki bir nömrəli nəhəng lideri mən dəstəkləyən vətəndaşım. Bütün dünyaya Yeni Azərbaycan Partiyası bizim ürəyimiz, canımız, ciyərimiz, yaşadan bizi, bunu yaradan nəhəng liderimiz Heydər Əliyev cənabları olub. Yeni Azərbaycan Partiyası. Biz bu partiya ilə qürur duyuruq. Fəxr edirik ki, mən özüm də fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm, fəal üzvüyəm. Bütün dünyada partlayış yaradan vətəndaşam. Çünki cənab prezidentin tələbəsiyəm, İlham Əliyev cənablarının tələbəsiyəm. İlham Əliyev cənabları bütün dünyada partlayış yarattı. Mən də bütün TikTok'da partlayış yarattım. 4 milyon yarım izləyicim var TikTok'da, əziz xalqım. Eşq olsun Azərbaycan xalqına, mənə dəstək oldunuz və cənab prezidentimizə dəstək oldunuz. Dünyanın bütün dörd bir yanından cənab prezidentimizə təbriklər, mənim telefonlarıma zənglər yanmır. Ancaq təbriklər, bütün dünyanın hər yerindən, hər ölkədən Azərbaycanlılar hamısı zəng edirlər, təbriklər bir-birinin ardınca ki, sən nəhəng liderimizi dəstəkləyirsən, nəhəng lider bizim canımızdır. Ürəyimizdir, döyülən ürəyimizdir, şanımızdır, şöhrətimizdir, Azərbaycanımızın fəxridir. Eşq olsun cənab prezidentimizə ki, görün nə qədər cənab prezidenti sevənlər var. Bir dənə mənim çıxışlarımda bütün dünyanın mən hər yerindən mənə zənglər gəlir, hər bir yerindən. Ən uzaq ölkələrdən zəng edirlər ki, Rəşad Əliyev, səni TikTok'da, YouTube'da, Facebook'da izləyirik, sənin çıxışlarını izləyirik, sən bütün dünyaya səs soraq salmışsan. Bəli, cənab prezidentimizi son nəfəsiməcə mən dəstəkləyəcəm. Lənkəran sakini Rəşad Əliyev. Eşq olsun buradan Paşayevlərə ki, bizim ailəyə həmişə sayğı göstərdiklərinə görə birbaşa vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevə təşəkkür edirəm ki, bizim ailəyə göstərdiyi sayğılara görə, cənab prezidentimizə təşəkkürümü bildirirəm, bizim ailəyə göstərdiyi sayğılara görə. Leyla Əliyevə təşəkkürümü bildirirəm, bizim ailəyə sayğı göstərdiklərinə görə. Mənə həmişə axtarıblar, sağ olsun, eşq olsun Paşayevlərə, bir nömrə nümunəvi ailədir. Mən özüm şəxsən Heydər Əliyev ailəsindən nümunə götürmüşəm və önə gedirəm. Bəli, Heydər Əliyev ailəsi Azərbaycanda bir nömrəli nümunəvi ailədir. Mən şəxsən özüm Heydər Əliyev ailəsindən nümunə götürmüşəm və önə gedirəm. Bəli, Heydər Əliyev ailəsi bütün dünyada bir nömrəli ailədir. Bütün dünya cənab prezidentimizdən danışır, cənab prezidentimizin apardığı siyasətdən danışır. Hələ cənab prezidentin apardığı siyasətin 1%-ni hələ cənab prezidentimiz görüb, 1%-ni gördü, Qarabağı qaytardı 44 günə. Bu birisi nə deməkdir əziz xalqım? Bu Azərbaycanda yox, bütün dünyada partlayış yarattı. Bütün dünyanın prezidentlərini mat qoydu. Kara oldu bizim cənab prezidentimiz. Bütün dünyanın prezidentlərindən üstündür bizim prezidentimiz. Eşq olsun mənim prezidentimə, sağ olsun, var olsun ki, bu cür Azərbaycanın bir nömrəli nəhəng lideri var. Nəhəng lider. İlham Əliyev cənabları ilə biz fəxr edirik və İlham Əliyev cənabları ilə biz işıqlı yola gedirik. Bütün Azərbaycan xalqını mən səsləyirəm, efri vasitəsilə
Cənab prezidentimizə dəstək olay. Eşq olsun cənab prezidentimizə. Cənab prezidentimizin yanındayıq, arxasındayıq biz. Bütün Azərbaycan xalqı qalxıb ayağa. Mənim çıxışlarımdan sonra bütün dünya qalxıb ayağa Azərbaycanlılar. Cənab prezidentimiz də Azərbaycan xalqının arxasındadır. Yumruq kimi qürur duyuruq cənab prezidentimizdən ki, bizim bu cür müdrik prezidentimiz var. Məhəş Heydər Əliyev cənablarının oğludur. Eşq olsun cənab prezidentimizə. Qarabağ Azərbaycandır.